Dostlar, yine sizler üçün deyirəm, keçmə deməyin, yine bu gəldi, nə bilim, baxın nə deyirəm. Dünyada artıq o dönəm gəldi, hansı dönəm? Son zamanların ən çox zəlzələləri, son 100 ilin, 150-200 ilin zəlzələləri olacaq, yox yaradacaq bir dönəm. Çünki dünyada insan azaltmağın yollardan biri de budur. Ardıqda Venezuela oldu diye bunu danışmıram. Ben bunu Venezuela'dan əvvəl, Türkiye zəlzələlərdən əvvəl demiş biriyəm. Dünyanın hər yerində o qədər zəlzələləri çoxaldacaqlar ki, hərbi avadanlıqlarıyla. İndi mən belə düşünürəm də. Dünyanın hər bir ölkədə artıq zəlzələləri olacaq. O dönəm gələndə artıq hər kəs zəlzələdən danışacaq. Bir insan yatdığı yerde zəlzələ olur, hündür binalarda, nə bilim nələrdə bir şeylər olur, başlayır. Yəni onu yaşamaması üçün başqa ölkələrdə zəlzələlər olduqca bir çox ölkələrdə hər kəs bundan danışmağa başlayacaq. Amma bizim millətimiz, insanlarımız başqa ölkələrdə də yaşayır deyə, oradakilərə də deyirəm. Dünyanın çeşitli bölgələrində əsasən də zəlzələyə ehtimal olan əvvəl yerlərdən başlayacaqlar. Sonra da başqa ölkələrdə. Sonra da ad qoyacaqlar ki, yer səmtimdən çıxdı, nə bilim nə. Bunlar hərbi avadanlıqları, gəmilərlə, hər nə ilənsə bunlar edəcək deyə düşünürəm. Demişdim hər zaman. Tekrar ona görə edirəm ki, mənim əzizlərim bilir, qoy siz də bilsin. Məni izləyicilərim bilsin, əsas məni izləyənlər. Vaxt aşarı son 100-150 il, 200 ilin işitmədiyiniz qədər olmadığı şeylər, düzdür, təbii fəlakətlər, zəlzələlər hər zaman olur da, amma mənim demək istədiyim odur ki, bu zəlzələləri ardıcıl olaraq sanki dünyada professorlar indi danışmasa da sonra bunlardan danışacaq ki, yerdə nəsə baş verindi, onun adı elmi cəhətdən qoyacaqlar da nəsə. Deyəcəklər ki, nə bilim, necə izah edeyim, yer səmtimdən çıxdı mı deyim, yerin nəyəsə toqquşdu mu deyim, yerin nə bilim tez sürətlənir mi deyim, nəsə ad qoyaraq insanlara inandıracaqlar ki, buna görə zəlzələlər çox olur. Güya yer yerindən oynayır deyəcək. Bunun səbəbi göstərəcək hansısa ad qoyaraq. Güya nə bilim ona elmi adamlar gözəl bilir də tez fırlanır, yoxsa qazlar çox olur. Bu kimi adlar qoyacaq. Əslində bunu hərbi avadanlıqları ilə edəcəklər. Çünki insan azaltmağın da ən çox şəhərlərin çökülməyi də ən çox xaos yaratmağı, insanları bu şeyləri örgəşdirməyin ən çox bir şeylərdəndir, silahlardan biri də odur ki, zəlzələlər, gözə görünməyən ölümlərdir, qəflətən gətirirlər. Dünyanın hər yerində bunları baş verəndən sonra təbii ki, Azərbaycanı da bunu gətirərlər. Allah qorusun biziyyətimizi, Azərbaycanımızı. Amma mən sizə deyim, dünyada bunlar olanda zaten bunlar bu barədə bizdə də danışmağa başlayacaqlar. Allah sizi qorusun, sağ olun.